Naxçıvanın Buta ansamblı Can Azərbaycanın qonağıdır. Yandırdın qəlbimi yaman, ey qaşları aman, gəl eşqimə inan yar. Sənsiz yaşaya bilmərəm, ey sevgili canan, gəl eşqimə inan. Yandırdın qəlbimi yaman, ey qaşları aman, gəl eşqimə inan yar. Sənsiz yaşaya bilmərəm, ey sevgili canan, gəl eşqimə inan. İctimai Radio. Can Azərbaycan. Səni bəsf edib öz anam kimi, sarılıb boynuna mehriban kimi. Mən səni vəsf edib öz anam kimi, sarılıb boynuna mehriban kimi. Göyündə ulduzlar sayrışan kimi, göyündə ulduzlar sayrışan kimi. Ey könül mülkünün barı Naxçıvan, ay balam, ellərin sevgili yarı Naxçıvan. Ey könül mülkünün barı Naxçıvan, ellərin sevgili yarı Naxçıvan. Səndə tarixlərin çox nişanı var, hər daşın köksündə ox nişanı var. Səndə tarixlərin çox nişanı var, hər daşın köksündə ox nişanı var. İndi nə xanı var, nə sultanı var. İndi nə xanı var, nə sultanı var. Ey könül mülkünün barı Naxçıvan, ellərin sevgili yarı Naxçıvan. Ey könül mülkünün barı Naxçıvan, ellərin sevgili yarı Naxçıvan. Ey könül mülkünün barı Naxçıvan, ellərin sevgili yarı Naxçıvan. Ey könül mülkünün barı Naxçıvan, ay balam, ellərin sevgili yarı Naxçıvan. Salam əziz dinləyicilər, İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı və gözəl Naxçıvanımız haqqında olan bir mahnı ilə başladı. Canlı efirimizdə canlı musiqi olacaq bugün və Naxçıvan Buta ansamblının solisti, bizim dəyərli xanəndəmiz, Naxçıvan Xanəndəlik Məktəbinin o gözəl ənənələrinin davamçısı Əbülfəz Məmmədovun canlı ifası ilə başladıq verilişimizə. Bugün Can Azərbaycanın qonaqları Naxçıvandan gəliblər, xoş gəliblər, səfa gətiriblər. Buta ansamblının üzvlərini ürəkdən salamlayıram. Bizim xanəndəmiz Əbülfəz müəllimi, tarda Atabəy Qurbanov, kamançada Aydın Qocayev, nağarada isə Əyyub Məmmədov müşahidə etdilər. Bizim hər bir musiqiçimiz Naxçıvanın Buta ansamblının nəinki üzvləridir, həm də təəssübkeşləridir, həm də fədakarlarıdır. Xoş gəlmisiniz verilişimizə. Çox sağ olun. Çox sağ olun Pərvanə xanım, bu gözəl verilişinizə bizi dəvət etdiyiniz üçün dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun, minnətdarıq. Əbülfəz müəllim, Hüsnü Qubadovu yada saldınız, Barı Naxçıvan.
O məşhur mahnıdır da. Elə bil ki, Naxçıvanda hər kəsin bildiyi bir mahnıdır. Nəinki Naxçıvanda, bütün Azərbaycanda. Bəli, Hüsnü Qubadov bizim korifey sənətkarlarımızdan biridir. O bilirik ki, bizim opera sahəsində də onun çox böyük xidmətləri olubdu. Hüsnü Qubadov opera səhnəsində biz bilirik ki, Məzlunun atası obrazı ilə məşhurlaşıbdı. Onun bir çox ifaları var. O, bəli, siz düzgün qeyd etdiniz ki, Naxçıvan mahnısında xüsusilə onun ifasında tanınıbdı. Bəli. Əbülfəz müəllim, bu ansambl necə oldu ki, yarandı? Mən istəyirəm ansambl haqqında danışasınız. Mən deyərdim ki, yəni Buta ansamblı ilk öncə 2015-ci ildə Naxçıvan Musiqi Kollecində yaranıbdı. Atabəy müəllim burdadır, ansamblın konsertmesteri. Atabəy müəllimlə biz uzun illərdir ki, fəaliyyətdəyik. Atabəy müəllim mənim müşayiətçimdir. Eyni zamanda Nurlan müəllim burada özü yoxdur, yəni kamança ifaçımız. Yəni üçümüz də fikir oldu ki, belə bir ansambl yaradaq. Öz tələbələrimizdən ibarət bir ansambl yaradaq və milli musiqimizə xidmət eləyək. Doğrudan da Buta muğam ansamblı Naxçıvanda bütün tədbirlərdə demək olar ki, mütəmadi olaraq çıxışlar göstərir. Hətta bizim 2017-ci ildə Beynəlxalq Muğam Mərkəzində Nəqşcahan Sədası adlı bir konsertimiz olubdu. Doğrudan da o çox böyük burada ajitaj yaratdı və bizim o konsertimizdə Allah rəhmət eləsin, Arif Babayev də iştirak edirdi, Qəzənfər müəllim, Mənsum İbrahimov, yəni böyük sənətkarlar iştirak elədi və öz tövsiyələrini verdilər bizə. Bizim üçün də xoş oldu ki, bu əlaqələr yaransın və biz tez-tez gələk burada, istər konsertlərdə, istər sizin kimi aparıcılar dəvət eləsin, verilişlərdə çıxış eləyək. Çox sağ olun. Bu o deməkdir ki, Atabəy müəllim, bu il sizin ansamblın 10 yaşı tamam olur. Mən onun yanına bir sıfırın da əlavə olunmasını arzu edirəm və uğurlar arzu edirəm. Xoş gəlmisiniz verilişimizə. Çox sağ olun. Minnətdaram bizi dəvət elədiyinizə görə. Bizə çox xoşdur ki, bugün sizin verilişinizdə biz qonaq olduq. Bizim, bəli, Afaz müəllim qeyd elədi, Buta muğam ansamblının ümumiyyətlə yaranmasında həqiqətən də böyük bir fikirlərimiz oldu. Bizim belə deyək, tələbələrimizin musiqiyə olan sevgilərindən irəli gələn məsələlər də oldu ki, onları yetişdirdik. Yəni böyük bir əziyyət, zəhmətlərdən sonra həmin üzvlər o zaman balaca idilər, amma sənət sevgisi ilə böyüdülər. Bu gün şükür olsun ki, həmin üzvlər konservatoriyada, musiqi kollecində, musiqi məktəblərində müəllim vəzifəsində işləyirlər. Birbaşa peşəkar ifaçıdırlar, peşəkar müəllimdirlər. Artıq necə deyim, bizlə bərabər, biz də onlarla bərabər birlikdə ansamblı qoruyub yaşatmaq üçün əlimizdən nə gəlir onu edirik və sizin kimi gözəl insanların sayəsində biz onu işıqlandıra bilirik, səsləndirə bilirik. Deməli, sizin ansamblın, Əbülfəz müəllim, sizdən başqa solistləri də var, ifaçıları da var. Bəli, var. Tam səmimi deyəcəm, digər ifaçılar inciməzlər yəqin ki. Bu ansamblı deyəndə mənim yadıma ancaq Əbülfəz müəllim düşür. Çox sağ olun. Vardı, yəni bizim tələbələrimiz, şəxsən mənim öz tələbələrim, yəni digər musiqi məktəblərində olan bizim istedadlı şagirdlərimiz cəlb olunur ora, rəngarənglik olsun deyə. Həm də biz orada milli musiqimizə xidmət eləyirsə, yəni tək mənim adımla bağlı deyil bu. Yəni burada hər kəsin əziyyəti var, hər kəsin zəhməti var və biz də birgə çalışırıq ki, öz milli musiqimizi yaşadaq. Mən sizə uğurlar arzu edirəm əlbəttə ki, Eyüp müəllimsiz bu ansamblın ritmi necə olardı görəsən? Eyüp müəllim, siz də xoş gəlmisiniz. Çox sağ olun Pərvən xanım. Mən də 90 FM-in bütün izləyicilərini efir vasitəsilə buradan salamlayıram. Düzdür, Azərbaycanda eləcə də Naxçıvanda, yəni Buta Naxçıvan ansamblindən başqa digər deyək ki, ansambllarda fəaliyyət göstərir. Buta Naxçıvan ansamblının belə bir fərqliliyini deyə bilərdim ki, Buta Naxçıvan ansamblının deməli repertuarında hər zaman deməli bizim milli musiqilərdir, xalq mahnılardır, bəstəkar mahnılardır. Yalnız və yalnız bunlar həmişə yer alır. Yəni bu da bir fərqlilikdir ki, yəni siz muğamın ənənələrinə sadiq qalırsınız, hə, Əbülfəz müəllim? Nəyi qorumağa çalışırsınız? Eyüp müəllim düzgün qeyd elədi. Biz çalışırıq ki, milli musiqimizi yaşadaq. Hətta bizim ansamblın repertuarında elə qədim mahnılar var ki, yəni o mahnıları biz istəyirik ki, yeni aranjmanda belə desək, yeni formatda istər mahnının düzdür, mahnının özəyinə dəymək olmaz. Mahnının yəni öz melodiyasını dəyişməmək şərti ilə mahnıya xüsusi bir gözəllik qataq. Bəlkə də ansamblın elə
fərqliliyi də bundan ibarət. Muğam sənətinə çox böyük maraq var. Naxçıvanın musiqi mühitini bu gün necə dəyərləndirirsiniz? Naxçıvanda həmişə milli musiqiyə, milli dəyərlərimizə, ümumiyyətlə milliliyə xüsusi bir diqqət və qayğı var. İstər Muxtar Respublika rəhbərliyi tərəfindən, istər Mədəniyyət Nazirliyimiz tərəfindən, istərsə də ümumi ortam, cəmiyyət tərəfindən bizim toylarımızda, bizim el şənliklərimizdə, istər məsələn dövlət tədbirlərimizdə həmişə milli musiqiyə böyük önəm verilib və bu da onu göstərir ki, bizim milli musiqimiz doğma Naxçıvanımızda yaşayır və onun belə deyərdim ki, daşıyıcıları da var, gələcək nəsillərə çatdıran insanlar da var. Bəli. Tar ənənələri bəs necə yaşayır? Atabəy müəllim. Tar ənənələri ümumiyyətlə Naxçıvanda elə gözəl müəllimlər, ifaçılar da var ki, onların sayəsində həqiqətən də əziyyət çəkirlər. Tar ümumiyyətlə bilirsiniz, çox çətin bir alətdir. Onun ifa tərzini əldə etmək üçün güc, enerji xüsusi lazımdır. Onunla bağlı həqiqətən gözəl ifaçılar var, gözəl müəllimlər var. Yeni gənc nəsil tara artıq meyli daha çox artıbdır. Bu gün gündəmdə olan televiziya vasitəsilə çox ifaçıları çox gözəl izləyirlər. Açığı mənim öz şagirdlərim var. Məsələn, onlar hər gün bir ifanı istəyirlər mənə göstərib analiz eləmək istəyirlər, onun haqqında istəyirlər danışaq. O uşaqlar yaşı azdır, yaxud necə ifa edə bilir. Yəni bu böyük bir maraqdır. Məni də çox sevindirir həqiqətən də ki, məsələn, tar ifaçılığında belə deyək, tədris zamanı birinci siniflərdə muğam deyək ki, hər hansı bir muğamın ifa olunması tar üçün böyük bir çətinlikdir. Təbii ki, yüksək səviyyəli istedadlı uşaqlar var, onlar ifa edə bilir. Yəni birinci sinifdə də ifa edəndə o uşaqlar biz çox sevinirik ki, artıq muğama ifası. Məsələn, məndə birinci sinif balaca uşaqlar vardı. Onlar deyir ki, müəllim, biz muğamı tarda ifa edəndə elə rahatlayıram. Bu söz mənə çox qəribə gəldi. Yəni uşaq o sözü işlədir. Yəni gördün ki, artıq ruhuna işləyir. Yəni o qədər sevgi ilə yanaşır. Yəni əsas onları öyrətməkdir. Elə deyil. Bəli. Əlbəttə ki, əgər biz muğam üçlüyündən danışırıqsa, orada kamançanın yerini, rolunu da xüsusi qeyd etməliyik. Elə deyil Aydın müəllim, siz də xoş gəlmisiniz. Xoş gördük Pərvanə xanım. Dəvətiniz üçün təşəkkür edirəm sizə. Aydın müəllim, neçə ildir ki, bu ansamblda fəaliyyət göstərirsiniz? 3 il olar. 3 il olar. Yəni siz Həm də uşaq formasında da çalışıram bu ansamblda. 3 il elə də böyük bir vaxt deyil də, yeni sayılırsınız. Yox, uşaq vaxtından da bir yerdə olmuşam. Əsas tövsiyələr odur ki, üzərimdə çox işləyim, çox çalışım. Kamança sənəti Naxçıvanda necə təqdim olunur sizcə? Kamança sənəti Naxçıvanda yaxşıdır. Naxçıvanda var Məhəmməd müəllim, Niyaz müəllim var, Əlfat müəllim var. Kamançanı onlardan öyrənirəm. Söhbətimizin bu yerində deyirəm, bəlkə növbəti ifanı eşidək. Həsrətindən yandım oda, gözlərinə canım fəda. Həsrətindən yandım oda, gözlərinə canım fəda. Üz çevirsən məndən canan, məndən canan. Dağlar gülüzarım, gülüzarım mənim.
döndüm Gələk mehri məhəbbətim Üzülməndən diyə döndü Üz çevirsən məndən canan Məndən canan Dağlar gülüzarım Gülüzarım mənim Gülüzarım mənim Sevgilim eşq olmasa Sevgilim eşq olmasa Varlığı bütün əfsanədir Eşqdən məhrum olan insanlığa biganədir Eşqdir yalnız məhəbbətdir həyatın cövhəri Bir könül ki eşqi zövqün duymayan qəmxanədir Nazənin rəna gözəllərdir Baxırsan hər yana Nazənin rəna gözəllərdir Baxırsan hər yana Bəs bu torpaq indi bir cənnət deyil söylənədir Bəs bu torpaq indi bir cənnət deyil söylənədir Üz çevirsən məndən canan Məndən canan Dağlar gülüzarım Gülüzarım mənim Gülüzarım mənim Gülüzarım mənim Çox sağ olun. Təşəkkürümü bildirirəm sizə. Bu alqışlar sizin üçündür və Atabəy müəllim tarda ifa etdikcə, daha doğrusu müşahidə etdikcə gözünüzü Əbülfəz müəllimdən çəkmirdiniz. Bu da təbiidir, çünki musiqiçilər arasında bir rabitə olmalıdır. Əbülfəz müəllim, o düzdür ki, illər keçdikcə o rabitə dostluğa çevrilir, yoldaşlığa çevrilir. Daha yaxşı bir-birini insanlar başa düşür. Məhz o musiqiçilər arasındakı dostluqdan söhbət gedir. Çox düzgün qeyd etdiniz. Həqiqətən də belədir. Bizi yəni birləşdirən sənətdir. Bəli. Sənət bizi birləşdirib və biz Atabəy müəllimlə bayaq qeyd elədim, uzun illər bir yerdə çalışırıq. Bu dostluğa çevrilib. Mən məsələn ona baxan kimi o bilir ki, nə etmək lazımdır musiqidə.
ifa zamanı. Məsələn, ola bilər ki, söz yaddan çıxır. Dayana bilməzsən, səhnədə dayanmaq böyük qəbahətdir. İşarə ilə başa düşməlidir ki, yəni söz yaddan çıxıb artıq o müdaxilə eləsin və vəziyyətdən çıxarsın. Yəni dəfələrlə olub bu belə. Nağara ifaçısı xanəndəni hansı məqamda vəziyyətdən çıxara bilər? Nağaranın ümumiyyətlə ansambl üçün, ümumiyyətlə trio üçün, ümumiyyətlə ritm ansamblın belə deyək də, musiqinin ürəyi deyirlər. Yəni bu doğrudan da belədir. Ritmdə bir balaca axsaqlıq olsa, ritmdə bir balaca zəiflik, sönüklük olsa, ansamblda alınmaz iş. Yəni biz bütün musiqiləri, bütün deyək ki, mahnıları ritm üzərində qururuq. Sözsüz ki, Əyyub müəllimdə böyük həqiqətən də əziyyəti var bu ansamblın üzərində. Naxçıvanda nağara sənətinin inkişafı necə gedir? Ümumiyyətcə nağara sənəti haqqında danışdıqda, nağara sənəti ilə bağlı ümumiyyətcə ölkəmizdə çox böyük işlər görülmüşdü. Mən buradan efir vasitəsilə buradan böyük sənətkarımız Elşən Qasımovu salamlayıram. Demək, nağara sənətində Elşən Qasımovun böyük zəhməti var, əziyyəti var. Hazırda ustad ifaçı kimi ölkəmizdə tanınır. Deməli, Naxçıvanda da bir çox ustad sənətkarlar olmuşdur. Hazırda düzdür, ifaçılıqla bağlı onun yaşı ilə əlaqədar olaraq demək, sahəsini dayandırmışdır. Ramiz Nəsiri mən burada qeyd edə bilərəm. Və ondan sonra demək olar ki, Ramiz Nəsirov estafeti buraxıbdı. Demək, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Mustafa Məmmədova, belə deyək, Mustafa Məmmədov da Naxçıvanda. Mustafa müəllim Naxçıvan Qala ritm qrupunun rəhbəridir və indiyə qədər həqiqətən də çox böyük işlər görmüşdür. Ola bilər ki, burada efirdə ola bilər ki, bir neçəsinin adını sadalamağı burada unuda bilərəm. Mən Vüqarın adını qeyd edə bilərəm. Çox yaxşı ifaçıdır, həmişə üzərində çox yaxşı çalışır. Gözəl fəaliyyəti var, gözəl pedaqoqdur. Mahir müəllimi buradan mən adını çəkmək istəyərdim ki, çox yaxşı ifaçısıdır, nağara ifaçısıdır. O da bir neçə ildir Naxçıvan Dövlət Filarmoniyasında çalışır, çox gözəl fəaliyyəti var. Naxçıvanda demək, keçirilən mədəni tədbirlərdə həmişə yaxından iştirak edirlər. Həmişə nümunəvi, yəni nağara ifaçılarıdır. Bir də mənim nə xoşuma gəlir, Əbülfəz müəllim, Naxçıvan mühitinin qəribə bir sambalı var, musiqi mühitinin. Yəni əlbəttə ki, ümumilikdə biz Azərbaycan musiqisi haqqında danışırıq, Azərbaycan muğamı haqqında danışırıq. Amma mən elə bilirəm ki, o ənənələr ki var, keçmişdən gələn ənənələr bu gün də özünü göstərir. Xüsusən Naxçıvan folklor ənənələrində biz bunu görürük. Naxçıvan toylarında biz bunu görürük. Məsələn, siz də çox olursunuz da el şənliklərində. Necədir muğama maraq? Bilirsiniz, muğam dinləyiciləri həmişə az olubdu. Bu sözsüz ki, muğam dinləyiciləri həmişə az olubdu. Amma sambalı insanlar olubdular. Bu, yəni Azərbaycanın olduğu kimi Naxçıvanda da bu belədir. Düzdür, bizim toylarımızda da bayağı musiqilər artıq vüsət alıbdır. Yəni olanda olur. Olanda olur. Amma demək olmaz ki, muğama qulaq asan, muğamı dinləyən yoxdur. Sözsüz ki, muğam xiridarları da var, muğama qulaq asan insanlar da var. Hətta məsələn elə məzlərə düşürük ki, orada ehtiyat edirik ki, qəzəldə beytin birini deməsək səhv tutarlar bizdən ki, sən niyə bu beyti demədin? Yəni belə insanlar da var Naxçıvanda. Məsələn, qəzələ yanaşma necədir? Qəzələ yanaşma, siz bilirsiniz ki, Naxçıvan həm də görkəmli sənətkarları ilə, şairləri ilə, elə Hüseyn Cavidin adını çəksək mən elə bilirəm ki, əlbəttə. Bəs eləyər, Məmməd Araz kimi, Cəlal Məmmədquluzadə kimi. Yəni onun davamçıları sözsüz ki, indi də var Naxçıvanda. Bizim gözəl şairlərimiz var, bizim gözəl yazıçılarımız var, Naxçıvanda fəaliyyət göstərirlər. Eyni zamanda əgər orada şair yazısı yetişirsə, sözsüz ki, cəmiyyət onu yetişdirir. Ona görə də yəni onun dinləyici də var. Məsələn, Nursu kəndində, Məmməd Arazın da öz yerində, kəndində, orada böyükdən balacaya qədər Məmməd Araza aid olan nə qədər şeirlər bilirlər. Məsələn, əzbər bilirlər. Çox, kimi danışdırsan, yalnız Məmməd Arazın şeirlərindən danışırlar. Rəsmən sinə dəftərdirlər. Yəni belə bir istedadlı insanlar var. Yəni o sevgi də var da, o şeirə, şeiriyyata, qəzələ, bu mənadakı böyük bir xidmətlər var. Belə muğam sənətində hansı məsələn yeniliklərə çalışırsınız? Çünki siz həm də pedaqoqsuz. Muğam sənətində biz çalışırıq ki, yəni bizim ilk öncə bizim məqsədimiz odur ki, Bakı ilə, Bakı musiqi mədəniyyəti ilə, burada yetişən xanəndələrlə biz əlaqələrimizi quraq
və bilirsiniz də, yəni musiqiçinin əsas məsələn yetişməyi üçün onun səhnə fəaliyyəti mütləqdir. Biz məsələn sinifdə oturub şagirdə dərs keçirik. Bu sözsüz normal bir haldır. Yəni biz keçməliyik. Amma şagirdin səhnədə fəaliyyəti onun ifaçılığını artırır, səhnə mədəniyyətini artırır, onun ifaçılığını 1-ə 5 qaldırır. Və biz çalışırıq ki, sizin vasitənizdə sizə ona görə minnətdarıq ki, yəni bizi bu gün dəvət eləmisiniz. Xoşdur. Biz əslində Bakıya gələndə bir çox sənətkarlarla burada görüşürük. Onlardan tövsiyələr alırıq. Və mən gələndə Hacı Aqil Məlikovla görüşdüm. Aha. Çox dəyərli insandır həqiqətən də. Yəni muğamın sütunlarından biridir. Bəli. Yəni elə insanlarla əlaqə saxlamaq, əlaqə qurmaq, əlaqə yaratmaq bizim deyərdim ki, məqsədlərimizdən biridir. Bəli. Biz buna çalışırıq. Yəni muğam Naxçıvanda inkişafı üçün, ümumiyyətlə Azərbaycanda inkişafı üçün, bu sənətin yaşanması üçün əlaqələrin önəmi çox böyükdür. Mən sizin hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun gəldiyiniz üçün və işlərinizdə uğurlar arzu edirəm ilk növbədə. Çoxlu konsertlər arzu edirəm, bol alqışlar arzu edirəm və sonda hər birinizə aiddir bu sualım. Nə arzu edirsiniz, nə tövsiyə edirsiniz? Muğama necə yanaşaq? Mənim arzum odur ki, yəni bizim efirlər, istər televiziya olsun, istər radio efirləri olsun, biz milli dəyərlərimizdən uzaqlaşmayaq. Bax sizin kimi məsələn bu veriliş doğrudan da həm ictimai kanal baxımlı kanaldır. Yəni Naxçıvanda doğrudan da ictimai kanala baxırlar. Təşəkkür edirəm. Həm ictimai radionu dinləyirlər. Can Azərbaycan verilişini hər zaman dinləyirlər. Şəxsən mənim özüm dinləyirəm. Mən istəyərdim ki, bu səpkili verilişlər daha çox olsun. Biz milli dəyərlərimizdən, milli ənənələrimizdən, folklorumuzdan ayrı düşməyək. Biz gələcək nəslimizi bu yöndə tərbiyələndirək. Çox sağ olun. Bəli, mən də ümumiyyətlə arzularımız odur, həm istəklərimiz odur ki, bizim o Naxçıvan Respublikasında olan istedadlı insanların, yetişən gəncləri musiqi gimnaziyalarında görək, musiqi kolleclərində, konservatoriyalarında, böyük səhnələrdə, radiolarda, televiziya proqramlarında görmək, muğam müsabiqələrində görmək arzusu ilə çox istəyimiz var ki, onları yəni hər zaman işıqlandıran televiziyalardır, belə deyək, səhnə onları yetişdirir. Dövlətimiz də təbii ki, onları dəstəkləyir. Bu gün də arzum odur ki, Naxçıvanla mədəni əlaqələr olaraq Bakıya yaxınlıq əlaqələrimiz daha çox olsun. Orada da çəkilişlərimiz olsun. Bizim qonaq olaraq burada gələk, çoxlu çəkilişlər tanısınlar ki, necə gözəl istedadlı insanlar var Naxçıvanda. Bəli. Orada Keçili kəndi, bir də Kolanı kəndi var. Şahbuz rayonunda. Orada çox istedadlı insanlar, orada məsələn yaxınlaşdı, belə də deyirlər ki, oranın insanları Qarabağdan torpağından köçüb gəlmə belə bir insanlar, belə deyirlər, amma Kolanı kəndi çünki başqa yerlərdə də var, Qarabağda da var, bəli. Qarabağdakı Kolanlılar da deyirlər ki, Şahbuzun Kolanı kəndindən köçüb gəliblər. Yəni bu nə dərəcədə doğru, düzgün bilmirəm, amma dəqiq məlumat yox. Amma əsas odur ki, oradakı insanlar istedadlıdırlar. Yüksək səviyyədə istedadı, səsi, Qədir Rüstəmov səsləri var. Şahbuzun aşıqları var. Aşıqları var, bəli, çox gözəl, yüksək səviyyədə aşıqları var. Mənim öz atam 92-ci ildə Aşıqlar musiqi məktəbində saz məktəbini təməlini qoydu. Yəni belə deyək, saz sinifi açıldı. Atanızın adı nədir? Atam Vahid Qurbanov. Babam da Bayram Qurbanov olub. Aşıq olub? Gedib, yox. Mədəniyyət şöbəsinin müdiri olubdu babam bu. Bayram Qurbanov. Şahbuz rayon musiqi məktəbinin açılmasında 69-cu ilin sentyabrın 1-də qeyd edib ki, əmri olub ki, o musiqi məktəbi açılsın və fəaliyyətə düşsün. Orada Şahbuz ərazisində olan insanlar, qabiliyyətli insanlar var. Onlar istedadlı olsun. Onlar belə deyək, olduqca, necə deyim, təhsil aldıqca onları bir müddətdən sonra, o zaman 5 illik musiqi məktəbi deyək də, bitirirlər, 7 illiyi bitirən kimi orada həmin məktəbdə müəllim kimi fəaliyyəti göstərirlər. Çünki müəllim çatışmamazlığı vardı. O insanlar bugün yaşlanıblar, 60 neçə 4 belə yaşlarındadılar, amma bugün Şahbuz rayon musiqi məktəbi artıq yüksək səviyyəli kadrlardan ibarət musiqiçilər var, ifaçılar var, istedadlı insanlar var və gənclər də yetişməkdədir. Orada aşıqlar vardı, biraz öncə dedik, bu Aşıq Aydın
Cəfərov o xüsusi vurğulamaq lazımdır. Yəni mənim ana babam da aşıq olub, Müslüm. Onun qardaşı Sərraf Qasım. Çox böyük aşıq. Onun kitabı var, o Zəlimxan Yaqubla bağlı birlikdə mövzuları var, onların söhbətləri Değişmələri var. Bəli, onların değişmələri var. O zaman aşıqlar gəlirmiş bizim tərəfə, Çolanı kəndinə, Qışlaq kəndinə, ümumiyyətlə o kəndlərə gəlirmişlər. Aşıqlar toylarda çağır deyilmişlər. O qədər sənətə, saza, sözə meyilli insanlar çox idi. Orada aşıq Hüseyn Sarazlı olub. Gəlib deyib ki, bəs burada başqa aşıq yoxdur, mənim qarşıma çıxa, deyişək, nə bilim, məclisə. O zaman gediblər həmin babamın qardaşı olur, Sərraf Qasım. Sərraf onun ayamasıdır, Rüstəmov Qasımdır. Sərraf olaraq şairdir, gözəl aşıqdır. Onu gətirirlər. Ondan orada değişməsi var. Onunla bağlı Zəlimxan Yaqub axtarır, tapır Sərraf Qasımı ki, bəs belə bir mövzu var, onun xatirələrində var. Bəli. Onu axtardı, tapdı. Həqiqətən də yazdı. kitabları var, bəli. Özünün xüsusi kitabı var, şeirləri var həmin Sərraf Qasımın və Zəlimxan Yaqubla bağlı da birlikdə görüşəndən sonra da yaxın münasibətləri və çox, yəni inan ki, orada əlavə Zahid adında bir aşıq var. Sinə dəftərdir. Vallahi gözəl ifa eləyir. Hər birinizə təşəkkürümü bildirirəm. Eyüp müəllim, çox minnətdaram. Bu görüş sizin sayənizdə oldu. Mən bunu xüsusi qeyd eləməliyəm. Bəli. Pərvən xanım, biz sizə minnətdarıq dəvətiniz üçün. Buradan mən efir vasitəsilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bəli rəhbəri, xalq artistidir, mən çox hörmətli Rüfət Xəlizadəni salamlayıram. Onun həmişə bir danışığımız əsasında onun çox gözəl bir fikri var. O həmişə mənə toxunur. Onun belə bir gözəl deyimi var ki, deyir ki, inancı deyir, biz gecəni deyir yatmamalıyıq. Deyir, bizim hələ mədəniyyətlə bağlı o qədər görüləcək işlərimiz var ki, yəni o mənada bizim hər birimizin borcudur, hər birimizin xidmətidir. Üzərimizə düşən vəzifədir ki, biz Azərbaycan mədəniyyətinin çiçəklənməsi naminə, onun inkişafı naminə bizim hər birimizin borcudur ki, əlimizdən gələni əsərgəməyək və bu bizim üçün qürur vericidir. Çox sağ olun. Mən hər birinizə dərin təşəkkürümü bildirirəm və əziz dinləyicilər, bir daha xatırladım ki, Buta Naxçıvan ansamblın üzvləri bugün bizim verilişimizin qonaqları oldular. Bir daha minnətdarlığımı bildirirəm və sonda Əbülfəz müəllim, sizin canlı ifanızla biz verilişimizi yekunlaşdıracağıq. Aparıcınız mən idim, Pərvanə Nadir qızı. Sağ olun, salamat qalın. Ağla gözüm ayrılırsan canandan, ağla gözüm ayrılırsan canandan. Hər kimi görürsən şikayət eylə. Öldüm getdim bəlkə yarı görmədim. Kəbə-i köyünü ziyarət eylə. Vaqif bir şeydadır dolanır bağı. Vaqif bir şeydadır dolanır bağı. Xəstədir dərmanı dilbər dodağı. O alma yanağı. O alma yanağı, billur buxağı. Allah bəd nəzərdən səlamət eylə. Yar 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 yar, aman aman ey.
Ah yar 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 aman yaman aman yarım aman canım aman 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 yarım aman aman aman. Ay kız çoxdandır çəkmirsən məndən nəzərin, əsrətindən yanıram, yoxdur mu xəbərin? Çəkibdir qəsdim əcəllat kimi gözlərim, kaman bir tərəfdəndir, səyyay bir tərəfdən. Çəkibdir qəsdim əcəllat kimi gözlərin, kaman bir tərəfdəndir, səyyay bir tərəfdən. Həsrətindəyəm ey yar, səni sevimli dildar, səndən ayrı salıbdır məni o zalım əğyar. Sənin eşqin edibdir, sənin eşqin edibdir bu aşıqı zarı gör necə bimar. Sənin eşqin edibdir, sənin eşqin edibdir bu aşıqı zarı gör necə bimar. Həsrətin yandıracaqdı pərvanələri, ay qız çəkmə kənarına divanələri. Ay qız açma zülfündəki şanələri, bağlacınan bir tərəfdən say bir tərəfdən. Ay qız çəkmə zülfündəki divanələri, bağlacınan bir tərəfdən say bir tərəfdən. Həsrətindəyəm ey yar, səni sevimli dildar, səndən ayrı salıbdır məni o zalım əğyar. Sənin eşqin edibdir, sənin eşqin edibdir bu aşıqı zarı gör necə bimar. Sənin eşqin edibdir, sənin eşqin edibdir bu aşıqı zarı gör necə bimar. Sənin eşqin edibdir, sənin eşqin edibdir mən aşıqı zarı gör necə bimar. Sənin eşqin edibdir, sənin eşqin edibdir bu aşıqı zarı gör necə bimar.